Hal-hazırda bir kitab var idi, onu axtarıram. Yəqin ki, digər otaqda tapacağam. Spontan sadəcə video çəkəcəm. Deməli, hardasa 2 həftə bundan öncə bir video qarşıma çıxdı. Orxan İbadovun bu videosu idi. Onun ikinci beyi ilə bağlı təlimləri var və onun saytına daxil olaraq bu təlimlərə qeydiyyata keçə bilərsiniz və qeyd edim ki, bu 5 günlük həm də 5 günlük təlimdir və o hər gün səhər saat 5-də, Bakı saatından saat 5-də sizə e-mail göndərir. Qeydiyyat e-mailləndir və orada hər gün müəyyən göstərişlər olur. Mən qeyd edim ki, bunu onun podkastda bir podkasta qonaq olmuşdu və orada onun çıxışını dinlədikdən sonra bunu reallaşdırmağa çalışdım. Deməli, hər həftənin birinci günü mənim izin günüm olur və bu izin günümdən istifadə edib telefonumu evdə qoydum və getdim kafelərin birində oturdum və başladım onun dedikləri üzrə yazmağa. Qorxularımı, istəklərimi, nə etmək istədiyimi. Bütünlüklə beynimi tam boşaltmağa çalışdım və həqiqətən də adamın dediyində həqiqət olduğunu düşündüm. Yarımçıqlarla beynimi doldurduğumu fikir verdim. Əslində bu uzun illərə dayanır. Pandemiya vaxtında mən Polşaya gəlmişdim və Polşada olduğum müddətdə də ailəm yanımda deyildi və telefonla uzun-uzadı vaxt keçirməyə səbəb olurdu bu. Beləliklə də fikir vermədən mən artıq telefon alücəsi olmuşdum. Ondan çox istifadə edirdim və bunun heç fərqində deyildim ta o günə qədər ki, Orxan İbadov bu barədə podkastların birində fikir bildirənə qədər. Mən ona buradan bu videonun çox təşəkkürümü bildirirəm. Həqiqətən çox faydası oldu və bu videonun çəkməyində də məqsədim odur ki, bunu tarixə köçürüm və bunu YouTube kanalımda saxlayım. Bu kitabı mən hardasa 7 il bundan öncə Bakıda oxumuşam. 7 il niyə yadımdadır? Çünki Polşaya gəlməmişdən qabaq kitab oxuyurdum, kinoya baxırdım. Amma Polşaya gələndən sonra sanki itirdiklərim arasında həm də kitab oxumaq vərdişim və kinoya baxmaq vərdişimi də itirdim. Əslində bunun Polşa ilə heç bir əlaqəsi yox idi, sadəcə pandemiya vaxtı buna məruz qaldım və məcbur qalıb o vərdişdən özüm də bilmədən əl çəkdim. Və 7 ildən sonra mən əlimə kitab aldım. Onu qeyd edim ki, Remarkı çox sevirəm, hədsiz dərəcədə çox sevirəm. Onun 3 yoldaş əsərini oxumağa başladım və inanılmaz dərəcədə bu kitabı bir həftəyə qurtardım. Halbuki mən gün ərzində 10 saat, 11 saat işləyirəm və bu yorğun gəlirəm işə. Yəni hardan baxsan 8-9 saat deyil bu, ofis həyatı deyil. Restoranda işləyirəm və bütün bunların fonunda mən bu kitabı bitirməyim mənim üçün inanılmaz dərəcədə zövq verdi. Və ikinci bir zövq onu verdi ki, mən bu kitabı ikinci səfər oxudum və bunu Polşada elədim. Bu mənim üçün çox zövq verici idi. Həqiqətən də həzz aldım bu kitabdan. Qeyd edim ki, bu kitabın təsadüfənmi deyim, ya bilmirəm, necəsə bu kitabın kolleksiyasını almışdım. Hardasa illər öncə və o kitabı da artıq bu gündən başladım oxumağa. Polyakdan
yetər qədər yaxşı deyil. Ancaq yenə də ilk kitabım istəyirəm ki, Remarkdan olsun. Nə qədər ağır əsər olsa belə. Mən bunu bir həftəyə bitirdim və inanılmaz həzz aldım. Çünki ilk dəfədir bir kitabı bu qədər içdən oxuyurdum. Bu qədər yaşayaraq oxuyurdum və hətta o qədər yaşadım ki, bu kitabı yuxularıma girdi. Yuxudan ayıldığım zaman anlamağa çalışırdım ki, hansı bu hadisə mənim başıma gəlməyib də, niyə mənim yuxuma girsin? Anlamağım 1-2 dəqiqəmi aldı və sonuçta mən anladım ki, bu Remarkın Üç Yoldaş əsərindəndir. Ondan sonra biraz lore ilə qazıma aldım, artıq sadəcə oxumağa başladım. Düzü kitabın sonlarına yaxın tez bitirmək istəyirdim, çünki çox həyəcanlı idim və bitdi. Və bunlar hamısı bir-birinə zəncirvari bağlanıb. Ona görə bağlanıb ki, mən Instagramı limitlədim. Hər gün müəyyən dəqiqələr, hardasa 25 dəqiqə, 30 dəqiqə vaxt ayırıram. Və o vaxtda da heç bir anlam qatacaq bir video qarşıma çıxmır. Düzdür, çox maraqlıdır. Başını qata bilərsən, yorğunluğu çıxarda bilərsən, amma bir yerdən sonra bütün o yarımçıq informasiyalar sənin beyninə yüklənir və məsəl üçün bir 10-15 dənə motivasiya videosu çıxır. Edə bilərsən, bacara bilərsən tipində və yaxud da ki, uşaq böyütmək kimi videolar çıxır. Uşaqla belə oynamaq lazımdır, uşaqla elə oynamaq lazımdır və belə deyim, heç birini reallaşdırmırsan və bu məlumatlar sənin beynində yerləşib qalır və artıq özünü yorğun hiss eləməyə başlayırsan. Yəni mən özümlə götürəm bunu. Yetərincə öz direktimə, öz mesaj bölməmə göndərmişəm ki, yaddaşı vermişəm ki, uşaqla necə oynamaq olar. Baxmışam, yenə baxmışam, algoritm hər dəfə o videoları qarşıma çıxardıb və yaxud da ki, Instagrama necə videolar qoymaq olar haqqında videolara baxıram və hamısını yaddaşa verirəm, amma nəhayətində heç birini eləmirəm və Allah yarımçıq bir həyat yaşamış oluram, əgər onu yaşamaq demək olardısa. Bu təcrübəmi sizlərlə bölüşmək istədim. Instagramda paylaşdığım videolarım həm də YouTube'da paylaşdım və YouTube'da müəyyən qədər o videolardan abunələr gəldi və düşünürəm ki, heç bir ssenari yazmadan, heç bir əlavə kadr olmadan sadəcə danışaraq içimdəki fikirləri sizlə bölüşmək istədim. Əgər maraqlı olarsa, əgər bilmirəm, like eləyin, rəy bildirin. Videonun sonuna qədər gəlib çatmısınızsa, çox təşəkkür edirəm. Əsas bölmədə qeyd eləyəcəm Telegram kanalıma, ora daxil olub abunə ola bilərsiniz. Abunə deyəndə, yəni qoşula bilərsiniz. Həqiqətən də fikirləriniz mənim üçün çox maraqlıdır. Kamera qarşısına çıxmışam və kameranın arxasında kimlər olduğundan heç bir xəbərim yoxdur. Və bunu tam səmimiyyətimlə deyirəm. Təbii ki, xəbərim olmaz, çünki kimin qarşısına çıxacağından heç bir məlumatım yoxdur. Algoritmin deyəcəkdim, kimin qarşısına çıxacağından heç bir məlumatım yoxdur. Bu videonu çəkib paylaşmaq istəyirəm sadəcə və hər birinizə çox təşəkkür edirəm. Bir də imkan olarsa Remarkın Üç Yoldaş əsərini mütləq oxuyun.